Müharibə sizin gözünüzlə harda başladı, harda bitdi? Qarabağda başladı, Qarabağda da bitdi. Bitməyib, yəni bitmək necə? Yəni görünüş olaraq müharibə bitib, amma bizim daxilimizdə onlara qarşı nifrət hələ də var. Çünki bizim şəhərlərimizin atəş yəni vurulmağı, Gəncə şəhərində məsələn atəş açdılar. Yəni xalqımıza qarşı olan bu diktatorluq yox, xalqımıza qarşı olan necə onu ifadə Revanşizm hissi, nifrət bəli, hissi. yəni nifrət hissi, yəni Bəli. onların sakit xalqa qarşı, yəni hərbi Antihumanist antihumanist addımları. bəli, yəni biri var əsgərlə səngərdə döyüşər, bir də var ki, səngərdən qırağa yəni atəş açılmağı, yəni xalqın vurulmağı, belə Gəncənin elə olmağı, yəni insanların o çətin vəziyyətlərini görmək bizi daha da qəzəbləndirdi. Yəni onlara qarşı daha da nifrətimiz var idi zaten. Yəni biz Xocalı qətliamını bilirdik. Yəni biz Bəli, Xocalı soyqırımı. Xocalı soyqırımı, yəni bir çox hadisələr olubdu. Yəni kütləvi məzarlıqlar aşkarlanıbdı. Müharibədən sonra da bəli, Azərbaycan yəni bizim dövlətimizə qarşı onların o amansızcasına qətliamları, yəni bizi daha da qəzəbləndirirdi, daha da onlara qarşı nifrətimiz artırdı.